Uşaqlar, birinci hissəni izah eləyək. Onun keçən dəfə danışmışıq. Ona görə problemsizdir məncə. 18-ci əsrin 20-ci illəri. Yadınıza gəlir 1724-cü il İstanbul sülh müqaviləsi ilə keçdik ki, Azərbaycanın Xəzəryanı bölgələri, bura yerləşdirirəm, təkrar baxarsınız. Azərbaycanın Xəzəryanı bölgələri düşdü Rusiyanın işğalına. Xəzəryanından başqa Azərbaycanın böyük bir hissəsi də düşdü kimin işğalına? Osmanlı. Bir də var idi ki, İsfahandan şərqdə, Xorasan filan olan tərəflərdə 1722-dən əfqanların əlindədir. Nə başa düşdük? Ölkənin İsfahandan şərqi əfqanlar, Xəzəryanı ruslar, digər qalan böyük hissəsi Osmanlı. Səfəvilər balaca bir yerdə qalıblar və onlar üçün vəziyyət pisdir. Demək 18-ci əsrin 20-ci illəri Səfəvilər süqutun eşiyindədir. Belə olan halda 1720 neçənci ildə 6, bəli. 1726-cı ildə Nadir xan qoşun başçısı təyin edildi. Bunu bir dənə danışmalıyıq ki, çox vaxt uşaqlara Şahla xanı qarışdırırlar. Yadınıza gəlir, biz Makedoniya İskəndəroğlu olsun və yaxud da ki, Cavanşirdə görürsüz, Cavanşir məsələn Kadisiyada hökmdar deyildi, sərkərdə idi. Testlərdə onu qarışdırırlar. Bəzən deyirlər ki, Alban hökmdarı Cavanşirə aid olmayan seç. Bu da bunun kimidir. Nadirdə ən çox bizi çaşdıracaq məsələlərdən biri də bu xan şah söhbətidir. 1736-ya qədər Nadirə aid nə versə onu xan götürürük. 1736-cı ildən sonra nə götürürük? Nadir şah götürür. 1726-cı ildə Nadir qoşun başçısı təyin edildi. Xan daha doğrusu qoşun başçısı olandan sonra başladı hücumlara. İlk öncə hərbi əməliyyatları kimlərə qarşı apardı? Əfqanlara qarşı. 1720-ci illərin sonunda 28-29-cu ilə gəlib çatanda tamamilə əfqanları məğlub elədi. Hansı hissələri azad elədi? 1. İsfahandan şərqdəki torpaqlar, yəni İranın şərqin, Xorasanı və başqa bir yer hara qaldı? İsfahanı. Demək, İsfahan, Xorasan və şərqi İran torpaqlarını azad eləməklə əfqanların əlində olan torpaqların böyük bir hissəsini öz əlinə keçirmiş oldu. Bu hadisədən sonra kimin nüfuzu artdı? Nadir xanın nüfuzu artdı. Bundan sonra 2 dənə ölkə qaldı ki, artıq o iki dövləti Səfəvilərin ərazisindən çıxardıb gücləndirməli idi. Bunlardan biri kim idi? Rusiya, biri də Osmanlı. Hansına qarşı hərbi əməliyyatları seçdi? Osmanlıya qarşı. Neçənci ildə Osmanlılara qarşı hərbi əməliyyatlara başlayıb? Düzdür, 1730-cu ildə. 1730-cu il hərbi əməliyyatları başlayanda indi orada bir dənə məsələn bölgələrdə bəzi problem var, keçən dəfə demişəm. Məsələn yazır ki, Ərdəbil və Təbriz, amma məsələn Urmiyanın adı orada yoxdur. İkinci hissədə 1731-də olan hissədə var. Burada belə başa düşürük. 1730-cu ildə Araz çayına qədər olan torpaqların böyük bir hissəsini Nadir düşməndən azad eləyibdi. Onun içərisində Kirmanşah da var, Ərdəbil də var, Təbriz də var, Urmiya da var. Baxmayaraq ki, birinci siyahıda yazmayıbdı. Amma artıq o azad elədiyi torpaqlar, dedik ki, bunu belə danışaq bilində. 1730-cu ildə Nadir Osmanlıya qarşı hərbi əməliyyatlara başladı. Onun əlində olan Təbrizdir, Ərdəbildir, Urmiyadır və cənub torpaqlarının əksəriyyətini əlindən aldı, düzdür? Lakin tamamilə ala bilmədi. Səbəb odur ki, bir dənə üsyan qalmışdı. Üsyan harda qalmışdı? Xorasan, düzdür. Kimə qarşı idi? Təhmasib. Bəli, çox vaxt bunu da testlərdə uşaqlar qarışdırır. Elə bilirlər ki, üsyan Nadirə qarşı idi, amma əslində isə ikinci Təhmasibə qarşı olmuşdu. İkinci Təhmasibə qarşı üsyan başlayanda Nadir neynədi? Nadir o üsyanı yatırmaq üçün getdi ki, bəs ölkənin şərqində yenidən sabitliyi təmin eləsin. Amma Nadirin uğurları bir adamı narahat edirdi. Kimi? İkinci Təhmasibi. İkinci Təhmasibi ona görə narahat edirdi ki, onun bu qədər güclənməyindən qorxurdu. Ona görə özü Osmanlılara qarşı hərbi əməliyyatlara başladı ki, qoşun onsuz da güclüdür. Biraz da mən qələbə qazanım, mənim nüfuzum artsın. 2 dənə döyüş oldu. Neçənci ildə oldu? Düzdür, 1731-ci ildə. Hansı döyüşlər? Bir dənə də İrəvan döyüşü oldu bu dərsdə. Ona bax olub. Bəli. Bəli. 1735-ci ildə bir dənə də Osmanlı tamamilə çıxanda İrəvan yaxınlığında ağır döyüş olub. Yəni ona görə qarışdırmayın onları. 1731-ci ildə İrəvan və Həmədan döyüşlərində Təhmasib Osmanlılara qalib gəldi, yoxsa məğlub oldu? Məğlub oldu. Bu məğlubiyyətdən sonra Nadirin aldığı torpaqlar var idi. Ərdəbildir, Təbrizdir, Urmiyadır, Kirmanşah. Bu torpaqlar yenidən kimin əlinə keçdi? Osmanlı. Ona görə bunlar arasında hansı müqavilə bağlandı? Kirmanşah. Nə vaxt? 1732-ci ilin nə vaxtı? 16 yanvarında.
Hansı ərazidə oldu? Kirmanşah. Sülh şərtlərinə görə hansı çay sərhəddə oldu? Əla. İndi bunu bir dənə belə başa düşməliyik. Əgər Araz çayı sərhəddirsə, bizə desə ki, Kirmanşah sülhünün şərtlərinə görə Təbriz Osmanlıda qaldı. Düzdür, səhvdir? Əlbəttə səhvdir. Çünki Araz çayının cənubunda Səfəvilər əldə idi. Təbriz də Araz çayının cənubundadır, Urmi də Araz çayının cənubundadır, Makku da Araz çayının cənubundadır, Xoy da Araz çayının cənubundadır, Qaradağ da Araz çayının cənubundadır. Yəni biz belə başa düşürük. Araz çayının şimalı verildi Osmanlıya, cənubu verildi kimə? Səfəviyə. İndi şimalda desə ki, Gəncə kimdədir? Biz təbii ki, Osmanlı götürürük. Çünki Arazın şimalındadır. Və yaxud da desə ki, belə deyək, Quba. Quba kimdədir? Nəyə götürər? Səhvdir. Quba Rusdadır. Bəli, Araz çayı sərhəddir, amma Xəzəryanı bölgələrə aid deyil. Araz çayının Xəzəryanı bölgələri Rusundur. Qalan yuxarısı şimalı kimdədir? Osmanlıdadır. Və bununla belə nəticə çıxardırıq ki, desə ki, Gəncə kimdədir? Deyirik Osmanlı. Naxçıvan kimdədir? Deyirik ki, kim deyirik? Xeyr, o da Araz çayının şimalına düşür deyə. Onu da demək Osmanlıya götürürük. İrəvanı da Osmanlıya götürürük. Hətta Şərqi Gürcüstanı da Osmanlıya götürürük. Dağıstanı da. Çünki hamısı harda yerləşir? Araz çayının şimalında. Onun bu hərəkəti, bu müqaviləyə bağlaması kimin xoşuna gəlmədi? Xeyr, Nadir xanın xoşuna gəlmədi. Xan, bəli, ona görə dedim ki, onu qarışdırmayın. Buradan şah deyirsiniz hələ. Şah demək olmaz. Nadir xanın xoşuna gəlmədi və o bunu bəhanə eləyərək, Nadir bunu bəhanə eləyərək Təhmasibi taxtdan salır. Onun balaca 8 aylıq körpə oğlu 3-cü Abbası taxta çıxardır. Amma o da bir hücrədə, bir qalada qalır. Dövləti onun adından idarə eləyir. Demək, bundan sonra bir dənə də müqavilə bağlandı. O biri müqavilənin adı nədir? Rəşd. Rəşd nə vaxt bağlandı? 1732-ci ilin 21 yanvarı. Bu sülhün şərtlərinə görə hansı çay sərhəddə olur? Kür. Baxın, Kirmanşaha görə Araz çayı sərhəddə oldu. Arazın şimalı Osmanlıda, Arazın cənubu Səfəvidə. Bu Rəşd sülhünə görə isə Rəşd yazım. Aha. Rəşd sülhünə görə isə Kür çayı sərhəddə oldu. Kürün şimalı kimə getdi? Ruslara. Aha, Kürün şimalı Xəzəryanı bölgələri Ruslara, Kürün Xəzəryanı, Kürdən daha doğrusu cənubda olan Xəzəryanı bölgələri də Səfəvilərdə qaldı. Bura kimi bir problem yoxdur. Başqa hansı maddələr var idi orada? Baxın, o maddələrə baxırıq. Hər ikisi bir-birinə nə verirdi? Sərbəst gömrüksüz ticarət. Bu nə deməkdir? Yəni, baxın, gömrüksüz ticarət ortaq cəhətdir. Ticarət. Həm Səfəvilər öz ərazisində Rus tacirlərinə gömrüksüz ticarət verəcək, həm də Ruslar Səfəvilərin gömrüksüz ticarət etməyinə icazə verir. Amma fərqliliklər nədir? Səfəvilərin başqa öhdəlikləri də var idi. Nə idi? 1. Nəyə öhdəsinə götürürdü? 1. Ruslarla əbədi dostluq. Səfəvi demək, bax gömrüksüz ticarət ortaq oldu. Rus Səfəviyə, Səfəvi Rusa verdi. Səfəvinin başqa öhdəlikləri. 1. Ruslarla əbədi dost olacağına. 2. Osmanlıları Xəzəryanı bölgələrə buraxmayacaqlarına. Osmanlı təhlükəsi. 3. Nə idi? Gömrüksüz orta idi. Fərq nədir? Rus tacirlərinin Hindistana getməsi Hindistandan da Səfəviyə mal gətirir. Onda da gömrük alır. Biri var ki, Rus Səfəvi öz ölkəsindəki məhsulun alışına, verişinə, bura gələnə gömrük qoymur. Səfəvi bir dənə də öhdəlik götürdü ki, Rus tacirləri Hindistana gedir. Bu Hindistana gedəndə də onlar arasında onları bundan qoruyur. Bura kimi bir Rəşd və Kirmanşah sülhünün bir problemi yoxdur. İndi Nadir gələndə dedik ki, əsəbləşdi, Təhmasibi taxtdan saldı, yerinə 3-cü Abbası çıxartdı taxta. Düzdür? İkinci hissədən danışaq. Nadir gəldi, 3-cü Abbası taxta çıxartdı, onun adından başladı nə işlər görməyə? Dövləti idarə etməyə. Osmanlıya qarşı müharibə və Osmanlıya qarşı müharibə aparmamış, Ruslarla da hətta danışıq apardı. Burada keçmirik. Bunu deyim sizə yadınızda qalsın. Ümumi tarixdə burada bir məsələ var. 1735-ci ildə Ruslarla Osmanlı müharibəyə başlayıb. Avstriya, Rusiya, bir də Osmanlı 35-dən 39-a qədər. Sonda Belqrad sülhü bağlanır.
Həmin tarixdə də ruslar Osmanlı ilə döyüşəcəyini bildiyinə görə Səfəvilərlə döyüşmək istəmir və hətta istəyir ki, Səfəvilər Osmanlıları zəiflətsinlər. Çünki gələcək müharibəyə onsuz da hazırlaşırlar. Burada nəyə başa düşürük? 30-cu illərdə artıq o Rəşd müqaviləsindən sonra da ruslar istəyirdi ki, Səfəvilərlə Osmanlı bir-birinə döyüşsün. Ona görə Osmanlıya qarşı birgə mübarizə haqqında Səfəvilərlə danışıqlar aparırdı. Nadir başlayanda mübarizəyə gəldi, həmin torpaqları azad elədi və 1733-cü ildə bir dənə döyüş oldu. Hansı döyüş? Əla, bunu bir dənə ümumiləşdirək. Nadir 3-cü Abbası taxta çıxartdı, 2-ci Təhmasibi zindana saldı. 3-cü Abbasın adından dövləti idarə edəndə Osmanlıya qarşı mübarizəyə başladı. 1733-cü ildə Bağdad döyüşündə Osmanlı qüvvələrini darmadağın elədi. Bundan sonra nə oldu? Bundan sonra həmin Bağdad hakimi Nadirlə bir müqavilə bağlayır. Müqavilənin şərtlərinə görə Osmanlılar 10 il ərzində tutduğu bütün torpaqlardan çıxmalıdır. Deyə bilərsiniz müəllim. Osmanlı 1724-də işğala başlayıb, 33-də də bu müqavilə var. 9 il elli axı. Bəli, burada 10 il 1 il qabağa keçir ki, yəni mən deyir ki, sən buna deyirsən 24-ün əvvəli, yanvarın 1-nə, elə yox da, elə 1 il qabaqdan deyir. Deyir 1723-dən bu yana, yəni 24-ün ilk günündən bu yana deməkdir. 1723-dən bu yana sən mənim hansı torpaqlarıma tutmusansa, onları tərk elə. Bu müqavilə bağlanır yoxsa bağlanmır? Bağlanır. Amma həmin dövrdə hakimiyyətdə olan Osmanlı hökmdarı Mahmud 1703-dən 30-a Əhməddir, sən Əhmədlə qarşısan. Əhməddən sonra 1-ci Mahmud gəlir. Əhməd Paşa Bağdadın hakimidir. Bağdad hakimi Əhməd Paşa müqaviləni bağlayır, göndərir Osmanlı sultanı Mahmuda. Mahmud da deyir ki, mən bu müqaviləni qəbul etmirəm. Qəbul etməyəndə Nadir başlayır yenidən Osmanlıya qarşı mübarizəyə və hansı şəhərə hücum eləyir? Şamaxıya nə vaxt hücum eləyir? 1734-cü ildə Şamaxıya yürüş eləyir. Şamaxıya da əsas yürüş eləmək məsələsindən də biri, bəli. Deyir ki, bura əsas hücum eləmək məqsədlərindən biri də o idi ki, Şamaxı Osmanlının tərəfində idi, Surxay xan da Səfəvilərə qarşı çıxmışdı. Ona görə 1734-cü ildə hücum eləyir Şamaxıya. Şamaxı əhalisi onlara qarşı çıxdığına görə köhnə Şamaxını dağıdır və Ağsu şəhəri yaxınlığında yeni bir şəhər saldırır. Yeni şəhərdə də demək ki, Yeni Şamaxı adlanır, amma indiki hansı şəhərdir? Ağsu şəhəridir. Başa düşdünüz? 1734-də Şamaxını tutanda nədir? Şamaxını dağıtdı, əhalisini hara köçürtdü? Ağsuya. Bu da Yeni Şamaxı adlandı. Amma məsələn Nadirin mənbələrində deyir ki, bunu eləməkdə məqsədimiz o idi ki, Şamaxının müdafiəsi çətindir, Ağsunun müdafiəsi asandır. Onu belə əsaslandırırlar. Bundan sonra hara hücum elədi? Gəncəyə. Nə vaxt hücum elədi Gəncəyə? Neçə? 2 ay sonra da Gəncəyə yürüşü. Bəs 35 deyirsiniz. 2 ay sonra deyir. Bəli, tutulma müqavilə onda 34-cü ildən Gəncəyə yürüş eləyir. Deməli, sonra hara yürüş elədi? Gəncəyə. Gəncəyə yürüş eləyəndə Gəncə nə sayılır? Osmanlının əsas dayaq nöqtələri. Bundan qabaq bir dənə də dayaq nöqtəsi tutulmuşdu. Bəli. Dayaq nöqtəsi. Deməli, dayaq nöqtəsi, nəysə. Gəncəyə hücum eləyir, Osmanlının əsas dayaq nöqtələrindən biri. Gəncə tutulanda həmin vaxtda bir dənə ölkə gəlir bura. Hansı ölkə? Rusiya, Gəncədə. Gəncədə bir dənə də müqavilə bağlayırlar. Hansı müqavilə? Gəncə müqaviləsi. Gəncə müqaviləsi 1735-də bağlanıbdır. Çox vaxt uşaqlar bunu da qarışdırır. Deyə bilərsən, nəyi qarışdırır? Gəncə Osmanlı ərazisidir. Gəncədə də Səfəvi Osmanlı ilə döyüşübdür. Amma Gəncə müqaviləsi Səfəvi Osmanlı arasında deyil. Kimlər arasında oldu? Rus və Səfəvi. İndi buradan ümumiləşdirsək, Ruslarla Səfəvinin bağladığı müqavilələr hansı oldu? 1732-də hansı? Rəşd. Sonra hansı? 1735-də Gəncə. Hətta bu dəstə. Bəs yaxşı, Osmanlı ilə bağladığı müqavilələr hansı oldu? 1732-də Kirmanşah. Bəs başqa hansı müqavilə bağlayır Osmanlı ilə? On nə vaxt? Bəli, 1733-də Bağdad. Yəni bu tarixləri qarışdırmayın. Uşaqlar çox vaxt qarışdırır. Əlqərəz, Gəncədə 1735-ci ildə, özü də martın 21-də müqavilə bağlandı.
Müqavilə, bir sileyim. Müqavilə ruslarla Səfəvi arasındadır. Müqavilənin şərtlərinə görə nə olub? Deyin görək. Ruslar Azərbaycanı tərk edir. Hansı çay sərhəd olur? Terek. Baxın. Demək, Terek çayında yerini göstərmişdi sizə xəritədə. Bilirsiniz, ən şimaldadır. Terek sərhəd olur. Yəni bu nə deməkdir? Terek çayının şimalında ruslar, Terekdən cənuba nə qədər torpaq varsa, hamısı kimə verilir? Səfəvilərə verilir. Başqa nə var müqavilədə? Bəli. Yenidən gömrüksüz ticarət müqaviləsi bağlanmışdı. 32-də rəşdə deyirdi. Burada gömrüksüz o. O müqavilədəki öhdəliklərini Səfəvilər təsdiq elədilər. Problem var bura kimi? Yox. Başqa nə deyə bilərik? Bundan sonra əla. Bəs bu bilirsiniz nədir? İnzibati idarəetmə sistemi bilirsiniz nədir? Bax. Hə. Səfəvilərin idarəetmə sistemi nədir? Məsələn deyə bilərik. Bəylərbəylik idarəetməsi, idarəetmə var, da istifadə olunur. Məsələn, naiblərdən və yaxud da ki, məhkəmədə qazilər. Yəni Səfəvilərin öz idarəetməsi var da. Komendantlıq dövründə Səfəvi idarəetməsindən istifadə edirdilər, yoxsa Rus? Bu indi Rusun əlindəki torpaqları alandan sonra əvvəlki inzibati qaydanı bərpa etdi, yoxsa Rusun qaydasını saxladı? Başa düşdün nə demək? Deyə bilərsiniz, Gəncə müqaviləsindən sonra bundan sonra Osmanlılar artıq yenə tam çıxmaq istəmirlər. Qalırlar, deyirlər ki, yox, biz burada qalmaq istəyirik. Bəs Osmanlıları hansı döyüşdə ağır məğlubiyyətə uğradır? İrəvan yaxınlığında döyüş. Bəli, 300-də, amma İrəvan yaxınlığında yazsaq elə biləsiniz ki, İrəvan yaxınlığında 300-ə gedir. İrəvan yaxınlığında döyüş neçənci ilə aiddir? 1735. Bundan qabaq bir dənə də var idi İrəvan yaxınlığında döyüş. İrəvan və Həmədan. Ona vaxt idi. 31. Hə, 31-də Təhmasib məğlub olmuşdu. 31-dəki Həmədan döyüşündə Səfəvilər məğlub olmuşdu. Daha doğrusu Həmədan və İrəvan döyüşlərində. 35-dəki İrəvan döyüşündə isə Səfəvilər qalib gəldi və nəticə olaraq kim məğlub oldu? Osmanlılar tamamilə bütün torpaqlardan çıxdılar. Başa düşdünüz? Bir dənə indi ümumiləşdirmələr eləyirik ki, qarışdırmayaq. Bir dənə ümumiləşdirmələr eləyirik. Bununla da dərs bitir. Bir tərəfə yazıram Rus, bir tərəfə Osmanlı. Özünüz də istəsəz kitabınızda yazarsınız ki, beyninizdə qarışmasın. Ruslar Azərbaycan torpaqlarını bilirsiniz ki, 1722-dən işğala başlamışdı. 24-də İstanbul sülhündən bölmüşdü, düzdür? Ruslarla Azərbaycan arasında, bax, Ruslarla Azərbaycan arasında bağlandı 1732-ci ildə Rəşd müqaviləsi. 1735-də hansı? Gəncə. Ruslar Kür çayının sahilinə qədər olan, Kürün cənubuna qədər olan bütün torpaqları Səfəvilərə qoyub özləri Kürün şimalına nə vaxt keçdi? Rəşdə. Rəşdə demək sərhəd nə oldu? Kür. Bəs yaxşı, Ruslar Azərbaycanı tamamilə nə vaxt tərk elədilər? 35. Sərhəd nə oldu? Terek. Qarışıq nəsə var burada? Yox, Ruslar 32-də Kür çayına qədər olan torpaqları tərk eləyib, 35-də tamamilə tərk eləyib. Bəs Osmanlı haqqında nə deyə bilərik? Osmanlı Azərbaycanın Araz çayından şimaldakı torpaqlarını nə vaxt tərk eləyib? 1732-də. Hansı müqavilə ilə? Kirman. Hansı çay sərhəd oldu? Araz. Bəs yaxşı, tamamilə tərk etmək haqqında müqaviləni nə vaxt bağladılar? 1733-cü ildə hansı müqavilə? Bağdad. Tamamilə tərk etdilərmi? Cavab odur ki, bura qoy bir x qoyun belə. Bu müqavilədə etməli olsalardı Osmanlı Sultanı bu müqaviləni təsdiq etmədi. Bəs nə vaxt Azərbaycanı tamamilə tərk etdilər? 1735-də hansı döyüşdən sonra? İrəvan ya da ki, Üçgə səfər. Başa düşmədiyiniz nəsə var? Yox. Keçək soruşa.